Sual verilir ki birdən təsadüfən, istəmədən pis söz danışsaq və ya nəsə günah olan bir şey görsək televizorda və ya telefonda bu dəstəmazı pozurmu? Xeyr, pozmur. Dəstəmazı pozan şeylər barəsində biz dəstəmaz fəslimizdə danışmışdıq. Keçən dərslərimizdə ki, dəstəmazı pozan şeylər nədir? Dəstəmazı pozan şeylər insandan yerin çıxması, insandan öndən və arxadan nəyinsə ifraz olunması. İstər insan su başına getdi, istər ehtiyacını ödəməyə çıxdı və yaxud da ki, məni ifraz olundu və yaxud da ki, məzi ifraz olundu. Bunlar hamısı dəstəmazı pozur. Və bunların içərisində elələr var, yəni qüsul da pozur, məninin çıxması. Və bunlar dəstəmazı pozan şeylərdir. Amma insanın görməsi, baxması bu dəstəmazı pozmur. Bəli, bu dəstəmazı pozan şeylər sayılmır. Və qan çıxması barəsində də alimlər arasında ixtilaf var. Yəni, əgər insanın bədənindən kəsilərsə, qan çıxarsa, bu dəstəmazı pozurmu? Səhih olan bu da dəstəmazı pozmur. Bu da dəstəmazı pozmur. Amma üzr istəyirəm, yəni öndən və ya arxadan, yəni qan ifraz olarsa, bu artıq dəstəmazı pozur həmçinin.